İzləyicilər, hamımızı salamlayıram. İngiltərəyə gəldik, çıxdı, Londondayıq. Hamıya uzun ömrü, can sağlığı. Nətər verir? Zarafat eləyirəm, nə İngiltərədə, Azərbaycanda yox. Daha doğrusu, Mərdəkanda. Belə bir qeyri-adi, seçilmiş. Yəni, belə evlərdən demək olar ki, mən sizə deyim ki, heç Azərbaycanda görməmişəm, nəinki Mərdəkanda. Demək, bura şəhərcikdir. Bura gəlirsən, elə bilirsən ki, İngiltərədə ev almışsan. Və bu evdən bizdə, bax, belə evlərdən 1, 2, 3, 4, 5, 5 dənədir. Mərdəkanda Teymur Quliyev ən məşhur küçələrin birində yerləşir. İndi burada həyətdə görürsünüz, bunlar hamısı təmizlik işi. Təmizlik işi gedir. Deməli, bunların 5 dənədir. Bu 5 sotun içindədir. Start qiyməti 600.000 manatdır. Torpağın çıxarışı var, kupçası var. Bax, bir dəqiqə gözlər. Bax, mozaika plitka vurulub. Görürsünüz yuxarı hissəyə. Yuxarıda nədir bizdə? Göyərçin. Sülhün şeyində simvoludur. Nətərdir? Bir dənə bəyənin düyməsinə basın. Ev seçilmiş, qeyri-adi. İngilis dilində selection deməkdir. Gəl. Bu həmsi naturadır da burada. Yəni belə çıxmasın, fiktiv bir şey yox. Hovuzumuz. Yəni balkon çıxlayın və Fransuski düzdür. İngiltərə ev stilində tikilib. Amma ki, Fransuski balkon. Buna deyirlər Fransuski balkon. French. Hər otaqdan da çölə çıxış var. Kim alsa Allah xeyir. 600.000. Selection seçilmiş. Bura manqalıdır. Evimizin arxasına buradan keçid var. Getdik. 2 mərtəbə üstüdə mansard. Gəl. Yaşıllığı da var. Deməli 5 sotumuz 600.000'ə. O tərəfdə var 7 sot 650.000'ə. Kim qeyri-adi özünü İngiltərədə kimi hiss eləmək istəyirsə gəlsin. Məktəb, bağça, hər şey var. Gəldim. Deməli belə hər şey seçilmişdir bu, hər şey. Deməli girən kimi hamısı natura taxtadır. Neyəyə? Baxaq mətbəximizə, gəl bura. Mətbəximiz, mətbəx mebeli yox. Basen hissəyə çıxış var burada. Bahalı mərmər, keramika, qraniti. Bir dənə sanuzcunu çək görsət. Deməli, bu evimizin qiyməti 650.000. 5 sotda. Qonaq otağımız. Hörmətli izləyicilər. Bu kamindir, hamısı əl işləridir. Burada hamısı əl işləridir. Bu orijinal şəkildə, yəni fotoapozatör. Ev sahibi mənə dedi rəssamın adını. Mən unutdum. Gəl. Sanuzcunu çəkdin, görsətdin. Burada yerləşir evimizin qazanxanası, kombisi buradadır. Burada kladovkadır. Qalxaq ikinci mərtəbə bax. Şəbəkə. Hamısı əl işləridir. Buyur, keç. İkinci mərtəbə. Balkona çıxacaq. Yaxşı bir dənə balkon. Ərazi tam yaşayış. O şəhərcikdir. 5 dənədir. Gəl. Yəni sanuzcuna fikir verin buna. Burada yəni ucuzluq heç nə yoxdur. Aksesuarlar, hamısı bahalıdır. İtalyanski. Bu birinci yataq otağıdır. Bu ikinci yataq otağıdır. Buyur. Bu üçüncü yataq otağıdır. Buranın da özünün sanuzculu var. Bunun plitkasına bax. Qədimliyi göstərir. Baxın. Qalxaq, yuxarı, mansard. Buyur, qalx.
Nəticədə. Bu da mansard hissədir. Radiatorların liniyaları çəkilibdir. Burada sanuzyılı var. Fortişkalar da qoyulubdur. Sağdan soldan yer çəkir. Buranı ara kəsmə də eləmək olar. Bilyardlı, stol, tenisli. Hər bir şey. O kondisioner xətləri də çəkilibdir. Bunun qiymətini sizə dedim. Deməli 5 sotda 600 minə. Kim alsa Allah xeyir versin. Bu günə bu qədər sağ olun, minnətdarım.